Albaniyanın paytaxtı Tiranada keçirilən U23 Avropa çempionatında mübarizə aparan qadın güləşçilərdən ibarət Azərbaycan millisi vətənə geri dönüb. Güləşçiləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının nümayəndələri, ailə üzvləri, yaxınları və media mənsubları qarşılayıb. Şükür Allaha, çox sevinirəm. Bütün idmançıya bu hissləri yaşatmaq arzu edirəm. Məşqçi korpusa və federasiya rəhbərliyinə dərin təşəkkürlərimi bildirirəm. Onların əziyyəti yerdə qalmadı. Çox sevinirəm. İlk öncə hamını salamlayıram və cənab prezidentimizə bu cür bizə şərait yaratdığı üçün minnətdaram. Federasiya heyətinə və məşqçi heyətinə çox minnətdaram. Dəstəklərini bizdən əsirgəmədilər. Çox sevinirəm və dediyiniz kimi dalbadal 2-yə, 3-ə çıxmışam və sonuncu bildiyiniz kimi 23-cü ildə 23 yaşlar arasında son Avropa çempionatı idi. Mənim üçün çox məsuliyyətli idi və çempion oldum. Çox şükür. Yəni həqiqətən, bildiyiniz kimi bizim komanda çox yeniyetmə və gənclərdən ibarətdir. Üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırıq ki, bu yeniyetmə gənc idmançıları gələcək önümüzdəki Olimpiya oyunlarına hazırlayaq və Olimpiya oyunlarında layiqincə medal verək. Onun üçün əlimizdən nə gəlir edirik, maksimum dərəcədə özünüz də bilirsiniz ki, o bizim müsahibələrimizdə də demişdik, 17-20 yaşlardan komandamız ibarətdir, gəncdir. Bu həqiqətən də bir mənada bizim üçün çox sevindiricidir. Komandamız çox gəncdir və gələcəyi çox parlaqdır. Əlimizdən gələn nə lazımdır, komanda heyətindən, federasiyanın dəstəyindən əlimizdən nə gəlir, maksimum dərəcədə istifadə etməyə çalışırıq. Qadın güləşçilərimiz U23 çempionatları tarixində ilk dəfə 2 qızıl medal qazanıblar. Qeyd edək ki, qadın yığmamız komanda hesabında 4-cü olub. 89 xal toplayan millimiz Türkiyə, Ukrayna və Polşadan geri qalıb. Banu Çiçək Hüseynli, Çingiz Abdullayev, Səs TV.